Salam aleykum hər kəsə. Yeni gündən sizi salamlayıram. Belə bir sadə zavtraq hazırlamışam. Bir kent yumurta, şor, hansı ki mən özüm qarışdırmışam. Orada smetana, belə şeylər var. Və mən də özüm üçün çay süzmüşəm piroqla. Bu limonlu piroqdur. Bunu da özüm hazırlamışam. Qəşəng hava da gəlir çöldən belə. Yaxşı bir hava gəlir. Oturdum burada çay içdim. Qaynanam da orada zavtraq eləyirdi özü üçün və mən də başladım qablar. Düzdür, qabları qızım yuyurdu, amma sonradan gördüm burası nədənsə doldu. Bilmirəm, bu neçə gündür qızım yuyurdu qabları və nəsə krandan bu şeydən su getmir. Dedim mən bunları tez buradan çıxardım, yuyub və özüm də orada baxaram da mən bazar stordan alıram bu şeyləri, hansı ki o turbanı təmizləyir. Açıb təmizləyə bilmirəm. Ona görə də dedim mən özüm bunu eləyərəm. Tez buradan bu qabları çıxardıb, yuyub çıxardıram. Sonra qurudub, bura baxaram, burada nə edə bilərəm. Belə şeylər heç xoşlanmıram. Hansı ki burada su getməyəndə, krandan su getməyəndə, nəsə orada ilişib qalanda su belə nə bilim xoşum gəlmir. Burada da bir tərəfdən yemək hazırlayıram. Yeməkdə məndə bugün bulgur olacaq. Grudinkadır, qəşəngcə soğanla, yağla qızartdım və sonra daha öncə yuyulmuş bulgur əlavə elədim. Hazırladım. Onu dəmə qoydum. Dedim tez gəlim bu otağı silim. Qaynanam biraz dedi mən balkonda oturaram. İstədim buranı təmizləyim. Hava hələ ki belə yaxşı hava gəlir çöldən, soyuq. İstədim buranı təmizləyim. Pulsosda təmizləyəndə içini belə berq tutur xalçanı və biraz çətin olur. Elə bil ki çox belə toz yığır. Düzdür, inanırsınız, hər gün çalışıram. Həm pulsoslayıram, həm silirəm, toz olmasın. Yenə də pulsos dolur. Bilmirəm, hamı evdəyik, istidir. Uşaqlar evdədir, o tərəf, bu tərəf gəzirlər, bir yerdə durmurlar, amma elə toz olur ki evdə, inanırsınız. İstəyirdim sabahdan bəlkə də o biri gündən fikirləşirəm ki özüm üçün bir səhər, bir axşam təmizlik eləyərəm, bol silərəm. Həm hava evdə serin olar, həm təmiz olar, toz az olar. Bilirsiniz də belə hallarda evdə toz olmamalıdır. Ev həmişə təmiz, belə sveji olmalıdır. Mən elə düşünürəm də belə olmalıdır. İnşallah bu videonu da bəyənərək baxarsınız, like olub abunə olmaya unutmazsınız. Mən sizin üçün çalışıram, siz də mənim üçün çalışsaz pis olmaz. Bu otağı təmizlədim, qurtardım. Gidirəm o birisi otaqlara, indi qızların yataqları gərək yığım. Qızların yataqları yığıram. Burada dedim bugün mən yığaram. Həm siz görəsiz qızlar burada nətər yatır, həm də mən də qəşəng yığmış olaram da onları hər şey yerbəyer eləyə bilərəm. Dediyim kimi bizdə uşaqların otaqlarında uşağı mebel yox. Biz divan kreslo almışıq. Bu düşünürəm ki bina evi üçün bu ən yaxşı proyekt bu ola bilər. Niyə? Çünki indi hamısını yığıram, pastelləri, hər şeyi yığıram və qoyuram divanın altına, bazaya və bilirəm ki uşaqlar onun üstünə durmayacaq, oturmayacaq. Bilirəm ki belə kravat olsa uşaqlar bütün gün o kravatın üstünə oturardı, durardı, belə uzanardı və kravatda olardı bir şey olardı. Amma burada bilirəm ki divan kreslodur. Hər şey yığanda içinə bilirəm ki rahat otura bilərlər. Həm biz də rahat otura bilərik. Bir də bizdə bu kuxnaya gedən o qapı bütöv açıla bilir və orada bir otaq kimi görsənə də bilər. Burada sırası həm uşaqların şkafını da yığışdırıram. Həmişə bunu hər gün eləsəm də yenə də az olur. Niyə? Çünki oradan bir şey alanda orada olur qaşmar. Bunu da hələ nə ötülədim, nə sərdim. Çünki havalar çox istidir. İstəmirəm heç nə eləməyə. Bu otağı belə səliqəyə saldım. İndi qaldı məndə pulsosluyub bol silmək. Şkafını da belə yığdım. Yay paltarlar hamısını qarışdı bir-birinə. Amma inanırsınız heç həvəsim yoxdur ki oradan nəsə çıxardım, harasa qoyum. Gəlin indi pulsosluyaq. Qəşəngcə buranı pulsoslayıb xalçanı istəyirəm yığım.
yani götürüm puldan şey divan, kresloların arxaları, altları qəşəngcə pilisosluyum, silim, nem eski ilə belə toz gitsin. İsti olanda heç nə eləmək istəmirəm. Elə isti olur ki, mənim üçün vəbşi çox isti olur. Çünki bütün gün nəsə bir iş görürəm. Bir də görürəm ki, yemək hazırlayıram. Bir də görürəm ki, nəsə qab yuyuram, nəsə eləyirəm. Bir də görürəm ki, harasını yığıram, harasa porядок salıram. Belə günlər olanda həm yoruluram, həm əsəbləşirəm, həm isti olanda mən vəbşi mənim məqsim o şeydir. Deyim sizə, payız, yağış olan yağış olan vaxtı çox sevirəm. Yağışı vəbşi en sevirəm. Yağışın altında gəzə də bilərəm, istirahət də eləyə bilərəm. Yağışı nə qədər pəncərə yuyarsam, təmizləsəm, görsəm ki, yağış yağır, sevinirəm. Niyə? Çünki bilirəm ki, mən o yağışı qəşəng görərəm o pəncərədən. Və həmişə mən pəncərələri siləndə, yuyanda yağış gəlir, düzdür. Belə bir şey də var. Keçdim belə uşaqların otağını da təmizləyim. Siz də baxarsınız mən burada nə edirəm. Sonra keçək o birisi otaqlara. Bizdə belə hələ şükür yaxşıdır. Hələ buradayıq, istəyirik bu ayın axırı rayona gedək. Baxaq, orada da bir ay istirahət deyərdim, amma bilirsiniz də bizdə indi vəziyyət istirahətlik deyil, sadəcə havaya görə ora gitmək istəyirik ki, orada biraz sərin hava var. Burada çox istidir, kondisioner də bütün gün açıb qoya bilmirik, çünki qorxuruq, xəstələnər, nəsə olar, soyuq olar, belə. Bu otağı təmizləyəndə mən heç vaxt bu divanları bu tərəf o tərəf eləməsəm, oja bu ərəyəndə qalır, elə bil ki, orada çox toz olur. Şükür bu günlərdə o qədər də çox oynayamam, çünki uşaqlar elə bir səhər 11-də çıxır çölə, oğluşum gəlir 2-də, belə 2-yə qalanda, sonra da gedir axşama 5-də, 6-ya işləyəndə belə də gedir çölə. Evdə oja oynamır. Əvvəllər o evdə də oynayırdı özüm üçün, belə bizdə balaca məxki top var idi, hansı ki qaynanam onun üçün eləmişdi. Köhnə corablardan, belə şeylərdən eləmişdi top. Onunla oynayırdı evdə. Amma indi çöldə oynayır, evə gələndə belə çox oynamır. Ona görə də bu otaqda o qədər də çox olmur toz. Yoxsa o günləri 3 gündən bir bu tərəfə çəkirdim divanları, görürdüm altı tozun içindədir. İndi bir həftə olar, amma yoxdur. Belə qəşəng buranı da təmizlədim, səliqəyə saldım. Elə qəşəng hava var ki, otaqda. Pəncərəni də bağlamışam, fortaçka kimi açıb qoymuşam, pərdələri də bağlamışam. Çox gün gəlir bura. Bu soyuq hava qalsın, səhər hələ ki çox da gec deyil. Təmizləyirəm evləri, istəyirəm saat 2-yə, 1-ə kimi qəşəng hər yeri təmizləyim. Yemək də hazırlamışam, balkona çıxartmışam. Çünki burada iş görürəm, burada qalmasın deyə. Həm də biraz çox istidir, balkonda sərin yerə qoyanda çox belə qalır yemək. Yoxsa tez xarab olur, bilmirəm niyə. Divandan başlayıram. Bu divan düzdür, bu divan bunu bakırvalsız işlətməliydik, amma uşaqlara görə mən bakırval qoyuram. Niyə? Çünki orada chips yeyirlər, çay içirlər, şokolad yeyirlər. Və ona görə bir nəsə düşsə, ora ləkə qalmasın, divan təmizləməyə çəkinirlər, amma bakırvalda tez-tez yumaq olar, belə nazik bakırvalda, onu da bazar stoqdan indirimdə olanda 9 ya 8 manata almışdım. Nə yaxşı ki, onu almışam, indi fikirləşirəm, gerək onlardan bir neçə almaq olardı ki, niyə? Çünki belə sərmək lazım olur bağda. Kuxna da elə yer ki, burada biz bütün gün burada vaxt keçirdirik, ona görə buranı elə vaxtlar olur ki, gündə 3-4 dəfə də pilisoslaya bilərəm. O birisi el pilisosunun bunu bugün çıxartdım, çoxdan bununla pilisoslamırdım, bağdaydı, indi gətirib bununla pilisoslayıram. Bu daha da çox belə yığır, tozu çox yaxşı yığır bu. Bu pilisosu da xoşlayıram, Samsung'dur. Bunu da o kadar da baha almamışdım, amma kesin çıxdı, belə sıfır pilisos çıxdı bu.
Bolu da silirəm. Buradakı xalçanı yığmadım çünki axşamları da bunu yığıb sərirəm arada. İndi istəyirəm təzəliyim. Çox isti oldu. Həm çay istəyirəm, həm buraları istəyirəm bitirim, təmizləyim. Həm istirahət istəyirəm. İnanırsınız, isti olanda tərlənəndə heç nə eləmək istəmirsən. Və belə əldə tutub fırxışanda bunu niyə belə silirəm? Çünki qorxuram ki, o izləri qalmasın daha bu şeylərin, palosiklərin izləri orada cızır belə bir şey, qəlbində belə bir şeylər olmasın deyə əldə tutub belə sıyıram arada. Həm rahat olur, bilirəm, havası saç çox olur bizdə. Xoşda da saç. Qızların saçları, mənim saçları tökülüb gedir. Çox olur, ona görə də onlarda hər gün belə sıyıram. Gəldim, keçdim öz otağımıza. Buranı da pulsuzluyum, pul silim, gedim oturum məncə bir çay içərəm özüm üçün. Daha heç nə eləmərəm bugün. Çünki çox belə yorulmuşam deyə bilərəm. İnanırsınız, hər şey sizi çəkib bura qoymaq mümkün deyil. Səhər tezdən dururam, zavtraq hazırlayıram. Qaynanamı perivaska eləyirəm belə. Onun üçün acillə çay zad belə şeylər getirəm, uşaqlar üçün acillə eləyirəm. Gün elə tez gedir ki. Hamam da təmizdir, təmizləmişəm. Hər gün belə təmiz saxlamağa çalışıram. 3 uşaqla bu o qədər də rahat olmasa da, amma çalışıram ki, eləyim. İnanırsınız, neçə gündür mən qapıları silmək istəyirəm, şkafları, qapıları. Vaxt hələ çatıb gəlmir. Hər yer təmizdir. Eskiləri də götürmüşəm, istəyirəm, baxım, çatdıra bilsəm. Qapıları zad təmizləyərəm, yoxsa orada istirahət eləyərəm, oturmuşam bir çay içim, biraz seriala baxım. Qaynanamla seriala çox tez birlikdə baxmağa xoşlayırıq. Və qızıma çoxdan söz vermişdim ki, onunla oturub balkonda dondurma yeyərəm. Hava çöldə biraz sərinlənib mi deyim, nətər deyim. Həm balkondan baxırıq, kiməsə skoru gəlib, ona xeyir dua eləyirik ki, inşallah hər şey yaxşı olsun, heç kim xəstə olmasın, hamının canı sağ olsun, Allah hamıya can sağlığı versin, bizə də hamı ilə ruzun, bərəkət Allah versin. O birisi 2 uşaq məndə, böyük qızımla oğluşum Laşatqadadır, indi gedib onları da gətirmək lazımdır evə. Axır vaxtlar çox gecə kimi oynayırlar, saat 11-ə, 12-yə işləyəndə evə gəlirlər. Amma fikirləşirəm ki, belə də olmaz. Evə vaxtında gəlməlidirlər. Belə baxırıq, hamı çöldədir. Fikirləşirəm, gedib onları gətirib evdə onlar nə edəcəklər? Yenə oturub televizora baxırlar. Məndə bir qızım vəbşə çölə çıxan deyil. O çöldən xoşlanmır. Amma bir qızım çox belə çöl xoşlayan, oynamaq çöldə xoşlayan belə qızdır. Həm oğluşum da onunla gedir, rahat oluram, fikirləşirəm, bilirəm ki, ikisi də birlikdədir. Birlikdə gedib, birlikdə gəlirlər. Biz də oturub burada dondurma yeyirik özüm üçün, sərinlənirik belə ana qız. Və gəldim qızını evə gətirməyə. Düzdür, gəlmək istəmir. Görürsünüz, hamı çöldədir, oynayır. Sağ olun, salamat qalın. İnşallah bu videonu bəyənərsiniz, bəyənərək baxarsınız. Burada sizinlə sağollaşıram. İnşallah çalışacağım ki, hər gün daha da çox qəşəng şeyləri çəkəcəm sizə. Nələr eləyirəm, nələr bişirirəm, nə yeməklər hazırlayıram. Bugün bizdə bulgur, hamının sevdiyim, ən sevdiyim bulgur olacaq.